Siz, aziz gençler, müstakil Azərbaycan Respublikasının ne kadar çetinlikle başa geldiğini dərk ederek, müstakil Azərbaycan Respublikasının geleceğini koruyup saklayacaksınız. Ben buna eminim. 2 fevral Azərbaycanda Ümumrespublika Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin sərəncamı ilə MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanın intellektual gənclərinin inkişafı ilə bağlı dövlət siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyularaq, bugün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Azərbaycanda gənclər siyasəti məhz 1994-cü ildən icra edilməyə başlamışdır. Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdır ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını onlar layiqincə qoruya bilsinlər. Gənclərlə bağlı məsələlər dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edilir. Hazırda müxtəlif illəri əhatə edən məqsədyönlü dövlət proqramlarının icrası nəticəsində ölkəmizin ictimai, siyasi və mədəni həyatında gənclərin daha fəal iştirakı üçün bütün lazımi şərait yaradılıb, məqsəd, prinsip və istiqamətlər müəyyən edilib. Nəsillərin bir-birini əvəz etməsi prosesi milli mənəvi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından bacarıqlı gəncliyin formalaşmasını zəruri edir. Çünki dövr müasirləşdikcə onun tələbləri də dəyişilir. Yaşadığımız informasiya cəmiyyətində xüsusən də gənclərin informasiya kommunikasiya texnologiyaları ilə işləmək bacarığından maksimum yararlanmaq bugünkü dövrün tələbidir. Qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiyanın zərurətə çevrildiyi müasir dövrün əsas aparıcı qüvvəsi gənclərdir. Bütün gənclərə üst tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön planda. Gənclərin vətənə böyük sevgi ilə, sədaqətlə tərbiyə olunması və yüksək səviyyəli kadr kimi hazırlanması isə xüsusilə vacib məsələlərdəndir. Bu baxımdan da fəxrlə deyə bilərik ki, bugün bütün fəaliyyət sahələrində, xüsusilə də elmdə, təhsildə ön sıralarda qərar tutan müasir Azərbaycan gəncliyi müxtəlif fəaliyyət sahələri üzrə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya miqyasında qazandıqları uğurlarla özünü doğruldur. Azərbaycanda genişlənməkdə olan könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Bizim gənclərimiz idmanda böyük qələbələr əldə edirlər. Bizim başımızı uca edirlər. Gənclərimizin vətənpərvərliyindən söz açarkən ilk növbədə 2-ci Qarabağ müharibəsi zamanı gənclik dövrünə yenicə qədəm basmış oğullarımızın cəbhə bölgəsinə getmək üçün növbəyə yazılaraq torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyə hazır olması, qəhrəmancasına şəhidlik zirvəsinə ucalması göz önünə gəlir. Hazırda müstəqillik dövründə formalaşan Azərbaycan gənci azad fikirli insan kimi yetişir. Sevindirici haldır ki, ölkəmizdə sağlam düşüncəli, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi dövlət siyasətinin prioritet məsələlərindəndir. Bu da təbiidir. Hər bir ölkənin gələcək müqəddəratı məhz gənclərin bilik və bacarığının nə dərəcədə inkişaf etdirilməsindən asılıdır. Nigar Abbasova, 525-ci kanal. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır. Mən gənclər sizə inanıram, sizə güvənirəm. Gənclərə eşq olsun deyirəm. Sağ olun.